Salam, hər vaxtınız xeyir olsun hər birinizin. Qoşulan hər kəsə təşəkkür edirəm. Bizim hal-hazırda vebinarımız başlayacaq. Mən özümü təqdim edeyim ilk öncə sizə. Yazı Həmidova, Office proqramları və Microsoft Excel üzrə təlimçiyəm. Həm mühasiblərə, bank əməkdaşlarına, müxtəlif sahələrin işçilərinə tədris edirəm Excel-i, həmçinin MOS üzrə hazırlıq dərsləri də keçirəm. Hal-hazırda bizim vebinarı belə deyim, təqdim etmə məqsədimiz odur ki, hər kəsə hər mövzudan az da olsa ümumi bilik belə deyim, təqdim edək və ümid eləyirəm ki, faydalı olacaq. Webinar zamanı hər hansı bir sual vermək mümkün olmayacaq. Yəni səs bağlıdır, çata yazmaq mümkün deyil. Zəhmət olmasa gedişat zamanı kimin nə sualı varsa qeyd eləsin. Biz webinarın sonunda, yəni izah ediləcək mövzu bitəndən sonra artıq imkan yaradacaq. Kimin sualı varsa onlar suallarını təqdim eləsinlər. Mən də onları cavablandıracağam. Mən hal-hazırda sizlə ekranı paylaşıram. Gəlin başlayaq vaxt itirmədən. Xahiş edirəm ki, webinar zamanı, paylaşım zamanı hər hansı bir belə deyim, problem olsa ekranda, nəsə görünməsə və yaxud da ki, səsim gəlməsə mənə bildirərsiniz. Ümumiyyətlə, mən başlamaq istəyirəm bu mövzudan ki, Excel nədir, nədən ibarətdir? Excel-də ən çox nələrdən istifadə edirik? Ən çox istifadə etdiyimiz müəyyən funksiyalar barədə mən sizə ətraflı məlumat verəcəm. Yəni dediyim kimi, nə sualınız da varsa, artıq webinarın sonunda suallarınızı təqdim edə bilərsiniz. Excel ümumiyyətlə nə üçün istifadə olunur? Excel bizdə məlumatların analiz etmək üçün, cədvəllərin qurulması üçün, belə işimizi daha asan formaya gətirmək üçün istifadə edirik adətən. Və bizim bilmədiyimiz Excel-də müəyyən bir funksiyalar var ki, onlar işimizi daha da asanlaşdırır. Məsəl üçün Excel-i bilməyən deməyək, yaxşı bilməyən, zəif bilməyən insan bir işi 2 saata görürsə, amma onların qısa yollarını biləndən sonra, formullarını işləməyə bacarandan sonra, Excel-in özünün funksiyalarından işlətməyə bacarandan sonra həmin işi ən azı yarım saata qədər biz azalda bilirik. Yəni vaxtımıza qənaət etmiş oluruq. Ona görə bu dəqiqə hər yerdə demək olar ki, həm dövlət, həm özəl bütün müəssisələrdə Excel biliyi tələb olunur bizdən. Mən birinci ümumi məlumatlandırma eləmək istəyirəm Excel-lə bağlı. Bizim Excel-də fayl menüsündə optionsla bağlı burada bir neçə hissə var ki, onlar çox adam bilmir, amma ki, yəni faydalıdır bu sizin istifadəniz üçün. Mən ilk öncə buradan başlamaq istəyirəm. Baxın, hal-hazırda məndə ekranda görünən hissədə Excel-in funksiyalı optionslarını görürük. Options hissəsində ilk olaraq bilməli olduğumuz Save bölməsində olan Save after recovery information every 1 minutdur. Məndə 1 minut göstərir, yəni 1 dəqiqə göstərir. Adətən bunu kim dəyişməyibsə, onda 10 dəqiqə olur. Standart 10 dəqiqə olur Excel-də. Amma ki, gəlib buradan dəyişə bilirik. Biz bunu 1 dəqiqəyə sala bilirik. Minimum 1 dəqiqə, maksimum 120 dəqiqə. Bu nə deməkdir? Ümumiyyətlə, nə üçün lazımdır, nəyə istifadə olunur? Yəqin ki, qarşılaşmısınız, biz Excel-lə işləyən vaxtı nəsə donma olursa və s. birdən ekran bağlanırsa, ya yadda saxlamadan çıxırıqsa, sonra Excel-i açanda kənarda bir dənə pəncərə açılır və o pəncərədə bizim daha əvvəl istifadə etdiyimiz bir dəqiqə üzr istəyirəm. Daha əvvəl istifadə elədiyimiz, işlədiyimiz səhifələri göstərir. Onlar after recover olan fayllarımızdır bizim və bu onu təmin eləyir ki, bizim burada seçdiyimiz dəqiqə onu təmin eləyir ki, bizim faylımız, biz onu save etmədən neçə dəqiqədən bir özü avtomatik olaraq after recover papkası var. Həmin papkaya save olunsun. Yəni avtomatik olaraq bunun save olunmasını təmin edir. 1 dəqiqədən bir. Əgər 10 dəqiqə seçsəz, 10 dəqiqədən bir save eləyəcək. 5 dəqiqə seçsəz, 5 dəqiqədən bir və bu formada dəyişir. Ona görə məsləhətdir ki, siz bunu 1 dəqiqədən bir seçəsiz. Hər 1 dəqiqədən bir özü avtomatik olaraq save eləsin. Hardan görə bilərik həmin faylları? Fayl menüsündə info bölməsində, baxın, burada ən aşağıda Manage Workbook-da Recover Unsaved Workbooks var. Bu hissədə bizdə həmin səhifələr görünür. Sırayla düzülmüş olur və papkası var, açırıq. Bu hissədə onları görürsünüz ki, fayl var. Təbii ki, bu davamlı olaraq orada qalmır. Müəyyən bir vaxt ərzində itir oradan. Amma ki, təxmini belə deyim də, sizə bir yarım saat, 1 saat ərzində qalır. Ondan sonra artıq itir oradan məlumatlar. Ona görə də əgər siz bunu dəyişsəz, ən azından birdən əliniz dəysə, bağlansa fayl, sonra bilirsiniz ki, o sizin after recovery-nızda qalacaq və daxil olub Nicat bəy, webinarın sonunda zəhmət olmasa, mən artıq mövzunu bitirəndən sonra yazın, suallarınızı qeyd eləyin. Webinarda izah edəcəyim mövzular bitəndən sonra əlinizi qaldırarsınız. Orada biz artıq suallarınıza şərait yaradacaq suallar verərsiniz.
Yəni bu hissədən recover'ınızı edirsiniz. Bir dəqiqədən bir avtomatik olaraq recover olacaq. Yəni bu save olacaq sizin faylınız. Bir budur. Bir də ki, formulas hissəsindən bir hissə var. Baxın, R1, S1 reference style. Bu nə deməkdir? Bəzən elə olur ki, bizə fayl göndərirlər. Fayllarda görürük ki, bu hissələrdə də, bu hissələrdə də bizdə rəqəmlər var. Və onu bərabər deyib hansısa xananın üst-üstə gələndə, baxın, mən məsəl üçün 2 dənə xananın üst-üstə gəlirəm. Onun için necə olur? L3 üstəgəl L4. Biz konkret olarak bilirik ki L üçüncü xanadır. Yəni L sütunundakı üçüncü xananın L sütunundakı dördüncü xananın üst-üstə gəlmişəm. Amma baxın, gəlin mən bura fayl hissəsində options formulası daxil oluram. R1, S1, reference style. OK vururam. Baxın, bura qalçıqa qoydum. Daxil oluram. Bir dəqiqə sözü itirəm. Nəsə problem yarandı, bir saniyə. Kesin mən bir dənə bunu adi fayl deyiləm. Ola bilər ki, faylın özündə əvvəl dəyişiklik eləmişəm deyə götürmür. Bir saniyə. Bəli, dəyişdi. Baxın, yuxarıda hal-hazırda yenə sütunlarımız da bizim rəqəmlərlə işarələnib. Amma adətən necə olur? Sütunlar hərflərdən işarələnir, yəni kolumlarımız hərflərdən, sətirlərimiz, rowlarımız isə rəqəmlərlə işarələnməlidir. Mən bərabərdir yazıram. İndi gəlib hər hansı bir xana ilə digər xananın üst-üstə gələndə baxın içərisində necə görünür? R1, S2, R2, S2. Yəni bu formada göstərir və bizim hansı xanada olduğumuz, hansı xanadan məlumatları topladığımız və s. bunlar aydın bilinmir. Ona görə əgər sizə göndərilən faylın içərisində görsəz ki, yuxarıda sütun hissələrində rəqəmlərdir, ona daxil olursunuz buradan options bölməsindən formulas və L1, S1 reference style'dan qalçıqanı götürüb düzəldə bilərsiniz. Onda artıq hərflər olur kolum hissəsində. Qayıdım daha əvvəlki faylıma. Daha sonra bizdə Excel-də müəyyən bir listlərimiz var, siyahılarımız var. Hansı ki, avtomatik olaraq onun yaddaşında qalır və biz hər dəfə onu təkrar eləməyə, təkrar yazmaq məcburiyyətində qalmırıq. Biri var ki, hər dəfə daxil olursan, hardansa kopyalayıb gətirirsən. Bir də var ki, artıq o sənin faylının içərisində var. Və hara yazsan, o avtomatik olaraq gəlir. Mən məsəl üçün bunu necə göstərim? Yanvar yazıram. Bəziləriniz özünüz də yoxlaya bilərsiniz. Mən bunu göstərə-göstərə. Baxın, mən yanvar yazdım. Bunu üzü aşağı çəkirəm. Yanvarı böyük hərflə yazım. Çünki yaddaşda elə götürmüşəm. OK. Mən yanvarı yazıram. Yanvarı aşağı çəkirəm. Baxın, bir dənə siyahı gəlir. Yanvar, fevral, mart, aprel, may, iyun. Yəni bu nə edir? Götürür, ardıcıl olaraq ayları düzür. Adətən avtomatik olaraq elə Excel-in özündə ingilis dilində olur bu. İngilis dilində yazsaz hamınızda olacaq. Amma Azərbaycan dilində yoxdur. Onu biz özümüz əlavə eləməliyik. Və yaxud da ki, mən məsəl üçün bura yazıram Lalə, Əli və Əhməd. Məsələn, 3 dənə ad yazıram. Mən istəyirəm ki, bunu hara yazsam, Lalə sözünü, ardıcıl aşağı çəkəndə ardıcı gəlsin Əli, Əhməd və s. Yəni bu formada mənim siyahım gəlsin. Amma ki, mən bunu götürüb aşağı çəkəndə, indi buradan kopyalanır məlumat var artıq deyəm. Yəni başqa bir dənə listə keçim. Lalə. Baxın, burada məndə bir dənə siyahı var, arxa fonda. Lalə, Kamran, Əli, Xatirə. İndi bu gəlir. Mən bunu daha əvvəl yadda saxlamışam. Məsəl üçün, burada Kənan yaza bilərəm. Kənan yazıram. Məlumatı aşağı çəkirəm. Baxın, məlumatı neyinir? Kopyalayır. Yəni, adətən bu belə eləyir. Biz hər hansı bir məlumatı götürüb küncündən tutub aşağı çəkəndə o məlumatı kopyalayır. Bəs bu list hardan gəlir? Bu siyahı hardan gəlir? Bunu necə istifadə eləmək lazımdır? Bu bizim custom listimizdir. Biz öncədən bir siyahı hazırlayırıq. Məsələn olsun bu siyahı. Baxın, burada belə bir siyahı var. Mən istəyirəm ki, bu yaddaşda qalsın və mən hər dəfə birinin adını fərqi yoxdur. Birincidən, üçüncüdən, dördüncüdən
Hansınızı adını yazandan sonra aşağı çəkəndə ardıcıl özü düzülsün. Bunun üçün biz daxil oluruq fayl menüsuna, Options, Advanced, yadda saxlayın zəhmət olmasa baxın, File, Options, Advanced. Daha sonra düşürük ən aşağı. Ən aşağı düşəndə Edit Custom List var. Edit Custom Listdə bizim Excel-də yadda saxladığımız, baxın bayaqki siyahı burada var. Lalə Kamran Əli Xatirə. Ona görə mən bayaq aşağı çəkəndə bura düşür, bu məlumat düşürdü. İstəmirəmsə silirəm bunu. Yanvar, fevral məlumatı görürsünüz, burada var. Ona görə mən avtomatik olaraq düzülür. Belə bir siyahılarım var. İndi mən bura yeni siyahı əlavə edəcəm. Gəlirəm. Baxın, burada seçdim. Siyahımı götürürəm. Import. Artıq bu siyahı daxil oldu mənim Excel-imə. İndi mən harda getsəm, bu siyahıdan hər hansı bir məlumatı yazsam, baxın, məsəl üçün Ələkbərov Tofiq yazıram. Gəlirəm bura. Ələkbərov Tofiq. İnşallah. Okay. Mən bu məlumatı yazdım. İndi tutum aşağı çəkim. Baxın, artıq ardıcıl digər adlar, digər işçilərin adı, yəni siyahı formasında gəlir. Bunu fərq eləmir. Birinci hissədəndir, yarısındandır, yoxsa ikincidir, üçüncü yerdən başlayır. Yəni artıq Excel-in yadında qalır ki, məndə belə bir siyahı var və bu ad həmin siyahıdandır. Və siz oradan olan məlumatlardan birini daxil edəndə ardıcıl olaraq digər adlar, soyadlar, siyahıdır, məhsullardır, işçilərin adlarıdır və yaxud da ki, aylarda bayaq düzdüyüm kimi yanvar, fevral, mart bu adlar düzülür avtomatik olaraq. Bununla biz nə edirik? Onunla biz demək ki, Excel-də bir dənə custom list yaratdıq və həmin custom listə biz hər dəfə məlumat daxil etdikcə o ardıcıllığını gətirəcək. Yəni hər hansı bir list yaratmaq istəyirsinizsə, options, options-a daxil olursunuz, file options, bir də göstərim, options, advanced. Və ən aşağı düşəndə, ən aşağıda Edit Custom Listdə siyahı yerləri var. Bura gəlirsiniz, buradan import edirsiniz hər hansı bir məlumatı. Elədikdən sonra da, baxın, importu seçdiniz, düşür bura, işə. Burada artıq yaddaşlı qalır. İstəmədiyiniz siyahını da gəlib delete edə bilərsiniz buradan. Okey, gəlin mən bunu silim. Ən əsas bizə lazım olan hissələr File Options hissəsindən onlar idi. Ümumiyyətlə, əsas ən çox istifadə olunan bizdə 7 dənə menyudur. Home, Insert-dir, Formulas, Data, Review, View. Developer adətən makroslar üçün istifadə olunur. Ona görə yəni bu çox adamda aktiv olmur. Normalda bu ümumiyyətlə menyu kimi də görünmür, amma sizdə əgər bu hissədə görünməsini istədiyiniz, amma görünməyən hər hansı bir menyu varsa, onu da fayl hissəsindən əlavə edirsiniz. File Options-dan Customs Ribbon bölməsinə daxil olursunuz. Baxın, hansının yanına qalçıqa qoysaz, məsələn, mən buradan Developer-dan götürürəm qalçıqanı, OK vururam. Baxın, Developer menyusu itdi. Eyni qaydada daxil olub qalçıqanı əlavə edirəmsə, həmin menyu əlavə olunur. Yəni, siz burada ribbonu o hissədən idarə edə bilirsiniz. İndi mən sizə Flashfill-i izah edəcəm. Flashfill nədir ümumiyyətlə? Flashfill demək olar ki, Excel-də xilas edicidir, belə deyim sizə. Çox rahat istifadəsi olan, heç bir formula tələb eləməyən, amma ki, məntiqlə işləyən bir şeydir. Yəni, Flashfill-dən biz istifadə ediriksə, hər şeyi düzgün yazmalıyıq. Hər bir məlumat nöqtəsinə, vergülünə qədər eyni olmalıdır. Bu nə deməkdir? Baxın, əgər mən normal qaydada bizdə birləşdirmə funksiyaları var da, indi bilənlər bilir, bilməyənlərə də belə ümumi deyim. Concat var, məsəl üçün. Mən gəlirəm, deyirəm ki, Akif Qürbətovu birləşdirsin, yazsın. OK, gəlirəm, Akifi seçirəm, vergül qoyuram. Bir dənə dilini dəyişim. Vergül. Daha sonra gəlirəm, boşluq. Bir də Qürbətovu seçirəm. Yəni, bu mənim bu əməliyyatı formula ilə etdiyim bir hissədir. Və bu belə davam elədikcə də mən yenə gəlirəm, boşluq qoyuram, Ağdaş seçirəm, boşluq qoyuram, maaşını seçirəm və bu formada davam edirəm ki, məndə hər hansı bir siyahı yaransın. Amma Flashfill nə edir? Flashfill-də bir neçə dəfə, bir dəfə, iki dəfə biz bir məlumatı göstərməyimiz yetərlidir ki, baxın, Akif Qürbətov yazdım, heç bir formula olmadan və Ctrl-E edirəm. Hamısını gətirmir bura. Kəndi digərlərini yazaq. Natiq, Əhədzadə. Baxın, Əhədzadə sözü məsəl üçün böyük hərflərlə yazılıb. Mən onu kiçiklə yazıram. Baxın, fikir verin, 2 dənə nümunə verdim və 2 dənə nümunə verəndən sonra avtomatik olaraq digərlərini gətirdi. Bu boşluqları düzəltmək olur. Necə? İndi mən onu sizə göstərəcəm. Adətən olur belə, Flashfill-də hər hansı bir boşluqlar düşür ortaya məlumatlarda. Onu artıq özümüz düzəldirik. Bu neynədim mən? Baxın, Ctrl-E. Ctrl-E düyməsi Flashfill-in qısa yoludur.
Qısa yolda hansından ki biz istifadə edəcəyik. Menyuda digər bölmələrdə də var. Flash fill təkcə kontrol edən ibarət deyil. Baxın, mən bu hissəni silirəm. Bu birinci qısa yolu idi. Flash fill burada da yazım. Göz önündə olsun. Flash fill. Bunun digər hissəsi hardadır? Baxın. Fill menüsündə burada flash fill var. Digər. Düşürəm ən aşağı. Baxın, çəkirəm, sürüşdürürəm məlumatı ən sona qədər. Sürüşdürdüm və buradan ən sondan, baxın belə kopyaladım məlumatı, amma ən sondan daxil olub flash fili seçirəm. Artıq ardıcıl məlumatları gətirir. Hamısını mənim istədiyim formatda, adı, soyadı və hamısında birinci hərfi böyük, digərləri isə kiçiklə yazılır. Yəni hər hansı bir düzəliş eləməyimə ehtiyac olmur. Bunun deməli bir yolu Ctrl E, digər yolu Fill menüsündən Flash Fill, üçüncüsündə drop down edib ən aşağı qədər çəkirik, bu menüdən Flash Fill-i seçirik. Dördüncüsü də data menüsündən daxil olanda baxın burada Flash Fill var. Yəni əgər istəsəz daxil olub buradan Flash Fill-dən də istifadə edə bilərsiniz. Tamam. Gəlin burada baxaq ümumiyyətlə bizdən nə istəyir. Funksiyadan istifadə edərək işçilərin adını, soyadını, maaşını bu formatda gətirmək lazımdır. Yəni bu aşağıda gördüyünüz formatda. Flashfill təkcə məlumatları birləşdirmir. O ayıra da bilir, yeni bir formata da gətirə bilir, dəyişiklik eləyə bilər. Təkcə birinci hərflərini gətirə bilərik, təkcə sonuncu hərflərini gətirə bilərik, defislə yaza bilərik. Yəni necə istəyiriksə biz ona təzə bir format veririk. Gəlin indi məndən görün bu nə istəyirdi. İstəyir ki, adını verim, soyadı verim, sonra tirə yazım, tirə və burada ən birincidə işçi kodu olmalı idi. Aha, maaşı var. Maaşı yazıram 699 və ulduz. Baxın, bir dənəsini verdim o formata. Adətən belə olanda bir neçə dəfə tanıtmaq lazım olur. Yəni 2 ya 3 dəfə lazım olur, minimum 3 dəfə. Amma ki, elə siyahılar var ki, biz orada tez-tez işlədirik flash-fili. Ona görə birincidən artıq tanıyır ki, biz nə etmək istəyirik. Əgər yazanda aşağıda bunu yazdınız, gördünüzsə ardıcıl olaraq aşağıda siyahı belə torantılı rəngdə görünür. Onda siz sadəcə aşağı page down seçirsiniz və aşağı bütün məlumatlar gəlir. Amma fikir verin. Çünki o tanımayanda, düzgün tanımayanda bir dəfədən götürəndə adətən sonluqlarını hamısını eyni gətirir. Yəni düzgün gətirmir də, bir-birindən kopyalayır gətirir. Ona görə ən azı 2 dənə, 3 dənə nümunə verin, ondan sonra flash-fildən istifadə edə bilərsiniz. Ümid edirəm ki, aydın oldu. Nəsə flash-fillə bağlı sualınız oldusa qeyd eləyin, webinarın sonunda təqdim edərsiniz. Gəlin keçək ikinci hissəyə. İkinci sualım nədən ibarətdir? İkinci sualım da burada date ilə bağlıdır. Adətən amma mən sizə date'in qısa yolunu göstərəcəm. Burada lazımdır ki, baxın, işçilərin işə giriş tarixindən 90 gün sonraki müddəti tapmaq lazımdır. Daha sonra isə ora yazılmalıdır ki, yəni əgər bugündən çoxdursa bitmə vaxtı, onda bitib yazılsın. Əgər deyilsə, o zaman davam edir yazılsın. Yəni sınaq müddəti davam edir yazılsın. Onda biz nə edirik? Ümumiyyətlə, bizdə tarix funksiyalarında gün əlavə etmək və s. var. Onlar burada bir dənə tapşırıq var, orada göstərəcəm. Amma qısa yolu heç bir formuladan istifadə etməyərək necə biz yaza bilərik, 90 gün necə əlavə edə bilərik? Gəlirəm, mən işə giriş tarixini seçirəm. Üzərinə gəlirəm 90. Mən bunu belə bu formada yazanda artıq avtomatik olaraq 90 gün üzərinə gəlir. Yəni buradakı günlərin üzərində 90 gün gələnlər bu tarixi verir. Baxın, heç bir date'lərə, yəni tarix funksiyalarının heç birini istifadə eləmədim. Sadəcə tarixi seçdim və üzərinə 90 gəldim. Artıq orada anlaşıldı ki, mən tarixin üzərində 90 gün gəlmək istəyirəm. Amma bunu ayrıca date ilə də yazılan bir hissəsi var. Onu da sizə digər tapşırıqda göstərəcəm. İkinci bölməsi isə bunun artıq if-ləndir. If mövzumuzu istəyirsiniz, gəlin if-i izah eləyim. Daha sonra bunu belə ümumi göstərim, sonra if-i izah eləyəcəm sizə. Əgər bitmə tariximiz böyükdürsə bugündən, bugün bizdə date funksiyalarında today-dir. Yəni bugün belə istifadə olunur və today funksiyası ümumiyyətlə dinamikdir. Bugün mən yazıramsa bugünün tarixini verir. Sabah birisi gün nə vaxt fayl açılsa həmin günün tarixini göstərir. Çünki hər gün öz-özünə dəyişir. Dinamik olaraq dəyişəcək. Və deyir ki, əgər bugündən çoxdursa bitib yazılsın, əks halda davam edir yazılsın. Davam edir. Yazdım. Bugündən böyükdürsə yox, kiçikdirsə olmalıdır. Üzr istəyirəm. Bitib.
Bunlar hamısı artıq belə deyim, keçmiş tarixlərədir deyə. Bunlar bitib sayılır. Bunun birindən gəlib mən dəyirsəm, desəm ki, məsələn 25-i 11-ci ay 2025-ci il. Bundan 90 gün sonra 2026-ya gedir düşür. Yəni 2026 bu gündən çoxdur. Yəni bu o deməkdir ki, hələ ki davam eləyir. Hələ ki onun sınaq müddətinin bitməsinə var. Biz bu halda nədən istifadə elədik? Sadəcə ayların üzərinə bu tarixin üzərində 90 gün gəldik. Bunu əslində 3 ayda eləyə bilərdik, amma 3 ay eləsəydik, onda necə olacaqdı? 3 ay eləsəydik, bəzi aylarda 30 gün var, bəzi ayda 28 günümüz var, bəzi ayda 31 günümüz var. Onda 90 gün olmayacaqdı. Onda fərqli gün sayı olacaqdı. Amma bizə sırf 90 gün dediyinə görə mən ora 90 gün əlavə elədim. Daha sonra isə if-lə bunu tamamladım. If nədir ümumiyyətlə? If bizdə şərt funksiyadır. If-lə biz demək olar ki, ən çox istifadə elədiyimiz formuladır. Excelin lookup'dır, if-dir. Yəni bir də pivot table-dır. Bundan demək olar ki, hamı istifadə eləyir. Ən çox istifadə olunan funksiyalardandır. If-in əslində anlaşılması çox asan bir formuladır. Nəyə görə? Çünki if düzgün cümlənin qurulmasıdır. Əgər siz cümləni düzgün qurursunuzsa, hər hansı bir şərt verəndə şərti düzgün versəz, onda if avtomatik olaraq, yəni düzəlir beyninizdə. Baxın, burada nə deyir? Sualla izah edeyim. Deyir ki, çatdırılma, əgər sifarişin məbləği 30 mindən azdırsa, yəni bu nə deməkdir? Əgər sifarişin məbləği mən baxın, if-i yazıram. Ümumiyyətlə, if-in içərisində 3 dənə parametrimiz var. Bu sadə if-in yazılışıdır. Logical test, yəni ki, şərtimiz, yəni istədiyimiz nədir? Onu təqdim edirik. Daha sonra deyir ki, value if true. Mən şərtim nədir? Deyir, sifarişin məbləği 30 mindən azdırsa. Baxın, bu artıq mənim nəyimdir? Logical testimdir. Yəni ki, mənim sualımdır. Deyirəm, bax, gör, 30 mindən azdır sifarişin məbləği. Baxır. İndi deyirəm ki, bax, əgər 30 mindən azdırsa, ona 1000 AZN çatdırılma elə. Yəni buna xidmət haqqı təqdim edirik də biz ona ki 1000 manat xidmət haqqısı olacaq. Əks halda deyir pulsuzdur yaz. Nəyə görə mən bunu dırnaqlıqlar içərisində yazıram? Ümumiyyətlə bütün formulaların içərisində tekst yazırıqsa, tekst dırnaqlıqlar içərisində yazılmalıdır. Yox, rəqəm yazırıqsa, formula yazırıqsa, sadəcə istinad ediriksə, plus, minus, vurma, bölmə, bunlar varsa, bunlar təbii ki dırnaqlıqsız yazılır. Ancaq mətn formasını alır. Yəni nə yazırıq yazaq, içərisində əgər dırnaqlıq qoysaq yanında, bu artıq mətn formasını alacaq. Deməli mən nə dedim? Əgər sifarişin məbləği 30 mindən azdırsa, onda çatdırılmanın məbləği olsun 1000 AZN. Əks halda, yəni value if true olsun 1000 AZN, value if false, yəni əks halda əgər səhvdirsə, belə deyilsə, onda olsun pulsuzdur. Okay. Mən bunu yazdım, məlumat çəkdim aşağı, hamısına payladım məlumatı. İndi isə gəlib baxıram. Mənə deyirlər ki, ilin sonudur. Rəhbəri deyir ki, gətir mənə statistikanı ver, ümumiyyətlə hesabatı təqdim elə, görüm il ərzində çatdırılmaya nə qədər pul, çatdırılmadan nə qədər pul gəlib. Mən gəlirəm, baxıram, vururam bunu bizim hamımızın istifadə elədiyimiz samı. Görün hardan gətirdi məlumatı, fikir verin, bunları topladı. Bu düzgün deyil. Yenə gəlirəm buradan məsəl üçün yazıram sam, hesablayıram. Gətirmir, 0 verir. Daha sonra gəlirəm, ümumi seçirəm. Burada adətən bizdə yazılır. Gəlin bunu bir kənara. Bir dəqiqə. Buradan bir kənara baxın, count yazılıb, ancaq sum yoxdur. Adətən bizdə sum da yazılır da, düzdür? Mən bunu gəlib belə toplasam, sumunu göstərir. Baxın, 4574 sumıdır. Amma burada sumunu göstərmir. Niyə görə göstərmir? Biz necə təqdim eləyə bəs illik hesabatı ki, bizə çatdırılmadan nə qədər məbləğ gəlib? Bu nəyə görə olmur? Fikir verdinizsə, mən formulanı yazanda içərisində 1000 AZN sözünü dırnaqlıqların içərisində yazdım. Bu o deməkdir ki, mən artıq onu tekst formatında yazmışam və tekst formatında olan rəqəmləri toplamaq olmur. Onun üçün biz nə edirik? Bunu dəyişirik. 1000 yazırıq. Tamam, bunu seçdik. Qalanları eyni qaldı. Umursam görürsüz 5000 oldu artıq. Ümumi bizdə çatdırılma məbləği 5000 manat xərclənib. Gəlib mən buradan da sam eləsəm, onu götürəcək. Sadəcə bunu biraz yuxarı çəkmək lazımdır ki, buradan götürsün. Baxın, 5000 manat çatdırılma məbləği. Yaxşı, mənə lazımdır ki, bunun yanında 1000 AZN yazılsın da. Necə edim? Axı mən bura yazıram, tekst götürür, yazmıram, hesablamır. Daha doğrusu yazıram, hesablamır, yazıram, tekst kimi götürür, yazmıram da olmur yazı. Biz də burada artıq custom formatdan istifadə edirik. Ctrl 1. Ctrl 1, Ctrl 1. Number formatın menyusudur. Baxın, bu menyudur. Mən gəlirəm, bunu seçirəm. Ctrl 1-dən daxil oluram.
və custom açıram. Custom hissəsində isə generala daxil olub, generalın altındakı baxın sıfıra. Burada dırnaqlıqlar içərisində AZN yazıram. Bu AZN sözün yerinə nə istəsəz yaza bilərsiniz. Faiz işarəsidir, qradus Selsidir, AZN-dir, dollardır. Yəni nə yazırsınız yazın, onu dırnaqlıqların içərisində yazsaz, fon olaraq məlumat üzərinə düşəcək. Baxın 1000 AZN, 1000 AZN. Amma toplayırmı? Bəli, toplayır. Demək ki, nə oldu? Bizdə yenə də AZN sözü var. Amma xananın daxilində bu məlumat yoxdur deyə hesablayır. Xananın daxilində olmadığı üçün hesablayır. Vizual görüntü olaraq var. Xananın içərisində, formulanın içərisində o məlumat yoxdur. Ümid edirəm bu iş aydın oldu. Bu sadə iflərin yazılmasıdır. Yəni sadə ifdə şərt veririk. Value if true. Verdiyimiz şərtə uyğundursa nə olsun, uyğun deyilsə əks halda nə olsun? Ona baxırıq. Daha sonra gəlirəm dördüncü suala. Dördüncü sual, ümumiyyətlə bu task bizdə daha çox professional istifadə edənlər istifadə edir və index matchdən. Index match axtarır, məlumatları gətirir. Adətən bir lookup, hash lookup neyniyir ya da x lookup məlumatları sağdan soldan gətirir və yaxud da ki, soldan sağa doğru gətirir. Ya horizontal formada, ya da ki, vertikal formada gətirir. Amma index match hər tərəfli məlumatları tapıb gətirməyə kömək edir. Baxın, burada məndə siyahı var. Məhsulların siyahısıdır. Mən bunu data validation vasitəsilə düzəltmişəm. Burada isə gəlirlə xərcdir. Mənə lazımdır ki, mən burada elə bir dənə formula yazım ki, burada məhsulu dəyişəndə, burada onun xərcini dəyişəndə, gəliri göstərəndə isə gəlirini göstərsin. Və bu hamısı bir dənə formula ilə olsun. Biz bunu necə edirik? Baxın, bərabərdir indeks. İndeks deyəndə biz həmişə hardan ki məlumatları gətirəcək, onu ümumi olaraq seçməliyik. Yəni biz ümumi hardan gətirəcək? Bu cədvəlin içərisindən gətirəcəm mən məlumatları. Ona görə mən seçirəm indeksə, yazıram bütün cədvəli. Fn F4 ilə sabitləşdirirəm. Yəni sürüşmə olmasın, aşağı, yuxarı, sağa, sola mən aparsam da sürüşmə olmasın deyə. Daha sonra adətən bunu bir dənə xanada yazanda heç ehtiyac olmur bərk etməyə. Amma ki, yenə də siz yazın. Yəni, okey, indeksdə lazım olur, digərlərində lazım olmur. Amma ki, siz yenə də hər zaman bərk edin ki, nəticəniz bildiyimdə tam əmin olasınız ki, bu sürüşməyib. Orada hər hansı bir sürüşmə olmayıb deyə düzgün gətirir məlumatları. Daha sonra baxın, bizdən nə istəyir? Row name, daha sonra column name. Row name istəyəndə biz sətirdən axtaracağımız məlumatları götürürük. iPhone-u hardan axtaracaq? iPhone-u, yəni iPhone deyil də təkcə məhsullarımız harda axtaracaq? Amma bunun üçün mən birinci match yazmalıyam ki, indeks bu cədvəldən axtar, baxın match, lookup value nədir mənim? iPhone. iPhone-u deyirəm ki, axtar hansı hissədə? Baxın, məhsullar olan hissədə, bu hissədə. Mən bunu da bərk edirəm. Bərkitdim. Daha sonra burada deyir less than, exact match, greater than. Bunlardan nə istifadə olunur? Exact match əsas. Nəyə görə? Çünki dəqiq məlumat istəyirəmsə sıfırdır. Təqribi məlumat gətirəndə normalda birdən istifadə olunur. Bizdə amma dəqiq məlumatları var deyə mən burada sıfır yazacağam. Digər davam eləyirəm, match yenə yazıram. İndi isə column-la gətirməliyim. Column dediyimiz adətən index match-də nələri səhv salırlar tələbələrim? Column-la row-un məntiqi. Nəyə görə burada kolum budur, amma row budur? Belə baxanda məhsul kolum oxşayır da, düzdür? Amma bu əslində kolum deyil. Burada məlumatlar sətirlər üzrə düzülüb. Ona görə bu bizdə row gedir. Kolum isə baxın bu hissə gedir. Mən nəyi axtarıram? Gəliri hansı hissədə? Baxın kolum hissəsində. Kolumlar bizim başlıqlarımız olan, yəni ki, cədvəlin başlıqları olan hissələrə kolum deyilir. Burada biraz əksinə işləyir. Ona görə yəni burada çaşqınlıq yarana bilər sizdə. Yenə də 0 seçirəm. Gəlirəm. F4-lə bərkitdim. Tamam. Bunu da seçdim və bağlayıram. Baxın, indi iPhone-un gəlirini göstərir 4808. iPhone gəlir 4808. İndi gəlirəm, xərcini seçirəm. Baxın, 814. Düz gəlir? Gəlir. İndi mən gəlirəm, bura seçirəm, məsəl üçün, Striker. Striker deyirəm, xərcini göstərir. Striker haradadır? Xərci nə qədərdir? 992. İndi mən bunu dəyirsəm, 4125 göstərəcək, gəlirini göstərəcək. Yəni gördüyünüz kimi index match cədvəli hər tərəfli yoxlayan bir formuladır. Hər tərəfli məlumatları gətirmək üçün istifadə olunur. Bunu bilmək üçün birinci lookup'ı bilməlisiniz. Lookup'ı biləndən sonra bununla işləmək o qədər də çətin olur. Daha sonra gəlin digər mövzulara baxaq. Bir saniyə.
Ardıcılığı pozmayım. Burada deməli nədir? Biz həftənin gününü tapmaq üçün müəyyən bir, ümumiyyətlə həftənin günüdür, iş günləridir, bu gündür, indidir. Bunlar üçün hamısına tarix funksiyaları var. Təbii ki, bizim vaxtımız o qədər deyil, mən hamısını keçim. Ona görə əsas hansılar ki, istifadə olunub, mən onları izah edəcəm. Weekday bizə, həm bu gördüyünüz sual beynəlxalq imtahan suallarından olub, bunu da bildirim. 2019-cu ilin MOS examində düşən sualdır bu. Deyir ki, bizə həftənin gününü tap. Gəlin biraz yaxınlaşdırım mən bunu ekranda. Həftənin gününü tap deyir. Məktəbin başladığı günü də belə deyim izah elə. Bunun üçün bizdə weekday göstərilir. Weekday həftənin gününü insanla, yəni rəqəmlə göstərir ki, 1-dir, indekslə daha doğrusu, 1-dir, 2-dir, 3-dür, 5-dir, 6-dır, 7-dir. Yəni neçə göstərirsə rəqəmlə həmin gündür deməkdir. Serial number hissəsində biz həmişə tarixə istinad edirik. Yəni bu tarix neçənci günə düşür. Daha sonra vergülü qoyuram. Baxın, ondan qabaq nə? Return type. Return type-da nədir? Vergül qoyandan sonra bizdən nə istəyir? Num 1, 2, 3 bunlardan birini seçməliyik. Bunlardan birini seçmək üçün də biz bunu məntiqən başa düşməliyik ki, nə istəyir bizdə? Bəzi ölkələrdə həftənin günü başlayır bazar günü, bəzi həftələrdə 5-ci günü başlayır. Bəzi həftələrdə isə, baxın burada gördüyünüz kimi, burada birincidə nə deyir? Sunday'dən başlayır, Saturday'də bitir. Yəni bazar günü başlayır, 6-cı günü bitir. Amma bizdə nədir? 2-dir. Düzdür? Monday'də başlayır, bazar günü bitir bizim həftəmiz. Ona görə biz 2-ni seçirik. Normalda burada return type'ımızı 2 yazırıq və OK seçirik. OK seçirəm, mənə göstərir ki, bu həftənin 7-ci günüdür. Baxın, mən bunu seçməsəm, default da yaza bilərəm. Onda nə göstərəcək? Birinci günü. Yəni, bu nə üçün göstərir? Beynəlxalq təqvim formasında götürür, baxır ki, həftə başlayır 6-cı günü, bitir bazar günü və yaxud da ki, bazar günü başlayır 6-cı günü bitir. Onun formasında götürür. Return type 1 olur, onda avtomat default olaraq 1-ə düşür. Amma biz nə edirik? Biz Azərbaycanda olduğumuz üçün bizdə həftə birinci günü başlayıb bazar günü bitdiyi üçün biz burada 2 yazırıq və həqiqi formatda düzgün, yəni tarixdə verir. Hətta gəlin mən bunu dəyişim, bir dənə today yazım, həftənin gününü dəqiq görək. Bugün həftənin 3-cü günüdür, ona görə də həftənin 3-cü gününü 3 kimi bizə göstərir burada, rəqəmlə göstərir. Daha sonra mən geri qayıdacağım. Burada isə deyir bizə, bayaq göstərdiyimdən 2 dənə formulanı işçə yazmağı göstərim mən sizə. Həm if-i, həm də ki weekday-i. Mən həm sizə if-i izah elədim, həm də ki weekday-i. Yəni if nə edirdi? Şərt verirdi, weekday isə həftənin gününü gətirirdi. Bu da mənə deyir ki, əgər işçinin doğum tarixi sən deyir yoxla, hansı halda işçinin doğum tarixi qeyri-iş gününə düşür, hansı iş gününə düşür. Elə olmalıdır ki, əgər 6 bazara düşürsə qeyri-iş günü yazılsın. Əgər 6 bazarı yox, həftə içi olan günlərə düşürsə, onda iş günü yazılsın. Biz bunda nə edirik? Əgər deyirəmsə, artıq burada if var. Amma if-dən öncə mən nə etməliyəm? Həftənin günlərini gətirməliyəm də, düzdür? Weekday. Bu tarixlər həftənin neçənci gününə düşür? Tamam. Yazdım. Baxın, hamısının günlərini göstərir. İndi mən bunu göstərmək üçün ki, bu qeyri-iş gündür ya iş günüdür, bir dənə if yazmalıyam. If, baxın, logical testimizi biz artıq formula ilə veririk. Əgər həftənin günü çoxdursa 5-dən, yəni əgər çoxdursa 5-dən, onda nə olur? 6 bazar olur da, düzdür? 6 və 7-ci günü. Bu da qeyri-iş gününə düşür. Deyirəm, olsun qeyri-iş günü. Əks halda olsun iş günü. Və bu formada biz nə edirik? Həm weekday-dən, həm də if-dən iç-içə istifadə edərək həmin günlərin qeyri-iş günü və yaxud da ki, iş gününə düşdüyünü təyin edirik. Burada mən sizə nəyi göstərmək istəyirəm, nəyə görə bunu əlavə eləmişəm. Adətən biz nəyisə yazanda fikir verirsinizsə əgər bu formula, indi bu formula nəyə bağlı oldu? Bura bağlı oldu da, düzdür? Mən gəlib bunu silsəm, bu məlumatları silsəm, gəlin bir dənə bunu silək. Baxın, ref verir, referens. Yəni ki, nəyə görə bunu verir? Məlumat tapılmadı. Mənim məlumatı bağladığım hissə yoxdur artıq. Ona görə referens verir. Referens verməsin deyə, o bağlılıq etsin deyə biz nə etməliyik? Burada fikir verirsiniz, rənd bitvindən rəqəmlər atı və bu formulaya bağlıdır. Mən gəlib rəqəmin birini dəyişən kimi bütün rəqəmlərin hamısı eyni vaxtda dəyişir. Mən istəyirəm ki, bu bağlılıq itsin. Yəni, mən birini dəyişəndə elə biri dəyişmiş olsun. Ya da hansınsa siləndə o birislərə toxunulmasın. Bu nə deməkdir? Bu Excel dilində xanaları formuladan azad eləməkdir. Yəni ki, xanaların o formulaya olan bağlılığını götürməkdir. Bağlılığı necə götürürük? Ctrl copy.
Yadınızda saxlayın. Ctrl copy, yəni kopyalayırıq məlumatı. Kənarda istənilən bir yerdə və yaxud da ki, elə üzərində də eləyə bilərsiniz. Ctrl Alt V, gəlin bura yazın bir kənara. Ctrl copy, yəni kopyalayırıq və Ctrl Alt plus V vasitəsilə Ctrl copy, Ctrl Alt V bir də eləyim. Ctrl copy, kopyaladım. Gəlirəm bura yapışdırıram. Ctrl Alt V və Paste Special menyusu açılır. Paste Special menyusunda value var. Value nə deməkdir? Yalnız dəyərləri saxla deməkdir. Mən əgər value-nu seçirəmsə, ancaq dəyərlər kopyalanır. Baxın, formula yoxdur artıq. Gəlib birini dəyişsəm, o birislər öz yerində qalacaq. Amma bu dəyişir. Bu artıq mən silə bilərəm. Mən gətirdim məlumatları çıxartdım. Görürsüz, bu öz yerində qalıb, bu silinməyib. Amma mən onu bayaq eləsəydim, məsəl üçün, buradakı hissədə bunu siləndə o da gedir. İndi mən bunu götürüb baxın formuladan çıxardıram elə yerində. Ctrl Alt V, bəli. Seçirəm. Artıq baxın formula yoxdur burada, ancaq sözlər var. İndi gəlib buranı seçəndə məlumatlar yerində qalır. Yəni bu o deməkdir ki, mən xanalar arasında olan bağlılığı çıxartdım. Necə çıxartdım? Formuladan azad eləyərək xananı. Yəni bu çox istifadə olunur. Ctrl Alt V menyusu. Ona görə Paste Specialdır. Hər hansı bir məlumatı siz vertikal formaya keçirmək istəyirsinizsə, horizontaldan vertikala, vertikaldan horizontala və s. Onda biz yenə də oradan istifadə edirik. Necə? Məsəl üçün, baxın, bu hansı formadadır? Vertikaldır da, düzdür? Gəlirəm Ctrl Copy, kənarda Ctrl Alt V edib, buradan Transpose seçsəm, məlumatı nə edir? Çevirir. Fikir verin. Və yaxud vertikal idi, indi oldu horizontal. İstənilən cədvəlləri, yazıları, hər bir şeyi, yəni biz Ctrl Copy, Ctrl Alt V və Transpose seçərək fırlada bilərik, məlumatı fırladırıq. Gəlin davam eləyək. Digər mövzumuz nədir? Digər mövzumuz gündəlik istifadə olunanlardan. Mən ümumiyyətlə mövzuları elə seçmişəm ki, bu bizim gündəlik əlimizin altında istifadə edən mövzular olsun ki, hər kəsə faydalı olsun da, belə deyim. Və lookup HLOOKUP-dır. Bir də ki, təzə əlavə olunan formulalardan XLOOKUP-ımız var bizim. Bundan nə üçün istifadə olunur? Və lookup axtarış formasıdır. XLOOKUP da axtarışdır, HLOOKUP da axtarışdır. Yəni bunlar nədir? Baxın, XLOOKUP İşitməmiş olmazsa, yəqin ki, hamınız eşitmişsiniz bunu. HLOOKUP və VLOOKUP. XLOOKUP iki tərəfli axtarışdır. Birinci HLOOKUP deyim. HLOOKUP horizontal formada. Bax, məsəl üçün 9-cu tapşırıqda görürsünüz cədvəl necədir. Başlıqları sətirlərdədir və bu formada gedir bizim cədvəlimiz. Bu HLOOKUP-dır. Amma burada fikir verin, vertikal olduğuna görə, yəni V vertikal deməkdir. Vertikal axtarış forması. Burada VLOOKUP-dan istifadə edirik. HLOOKUP digərində, yəni buradakında biz HLOOKUP istifadə edirik, çünki horizontal axtarış formasıdır. Amma bir şey var ki, VLOOKUP-da məlumat ancaq soldan sağa axtarmaq mümkün olur. Ona görə də biz XLOOKUP-da daha çox istifadə edirik hal-hazırda. Çünki XLOOKUP nə soldan sağa, nə sağdan sola. XLOOKUP iki tərəfli axtarır. Həm sağı axtara bilir, həm solu axtara bilir. Yəni digərlərindən daha üstündür əslində. Amma ki, ən çox istifadə olunan VLOOKUP-dır. Yenə də VLOOKUP-ı izahlayıb ardıcada HLOOKUP-la XLOOKUP-ı göstərəcəm sizə. VLOOKUP-ın bir neçə parametrləri var. Gəlin yazım VLOOKUP. Burada ümumiyyətlə bizdə sualda istəyir ki, biz satışın miqdarına görə bonusları gətirək, manatla göstərsin ki, kim neçə manat bonus alacaq, neçə min manat bonus alacaq. Bunun içərisində ilk nə deyir? Lookup value, yəni axtardığımız dəyər. Axtardığımız dəyər nə deməkdir? Hansı dəyərə uyğun məlumat axtaracaqsa o deməkdir. Bu da necə izah edirəm ki, aydın olsun adətən. İki dənə cədvəldə, baxın bu əsas cədvəldir, bu əsas cədvəldir, bu isə köməkçi cədvəlimizdir. Əsas cədvəllə köməkçi cədvəldə olan bir dənə sütun həmişə eyni olur. O bir dənə sütun bizim ortaq sütunumuz sayılır və ortaq sütun lookup value gedir. Yəni mən lookup value həm burada olan nə var? Satış, düzdür? Ona görə də mən satışdır mənim lookup value. Mən deyirəm ki, satışın miqdarına görə axtar. Deyir, hardan axtarım? Baxın, table array, hansı tabledan axtaracaqsın? Deyirəm, bu tabledan. Yenə də sürüşmə olmasın deyə mən onu bərkitməliyəm. Amma bərkitməyəcəm ki, siz bərkitməyəndə nə baş verdiyini görəsiniz. Daha sonra deyir ki, column index number. Column index number odur ki, mənim gətirmək istədiyim məlumat neçənci sütunda yerləşir və nəyin neçənci sütunda? Bu table array-in neçənci sütununda? 1, 2, 3 dənə sütun var, düzdür? Mənə əgər bonus faizlə lazımdırsa 3 yazmalıyam.
Satış bonuslar 1000 manatla lazımdırsa, üzr istəyirəm, manatla lazımdırsa 2 yazmalıyam. Əgər indi 3 yazsam, faizlə olanları gətirəcək 3. Daha sonra deyir true, false. True, false necə istifadə olunur? True 1-dir, false 0-dır. True təqribi məlumatları gətirir. Təqribi nə deməkdir? Baxın, 0-dan 1001 arası, 1001-dən 2001 arası, 2001-dən 3001 arası. Bu o deməkdir ki, burada çünki biz birdən istifadə edəcəyik. Amma konkret olaraq desəydik ki, məsələn, burada satış 2630-dur, burada da 2630 yazılsaydı, yəni məlumatlar üst-üstə düşürsə, dəqiq məlumatlar varsa, onda sıfırdan istifadə edirik. Yoxdursa, hər hansı bir aralıqdırsa, təqribi məlumatdırsa, onda birdən istifadə edirik. Mən yazdım 1. Okay. İndi məlumatı aşağı çəkirəm. Bir dənə buradan percentage eləyim, qoy faizlərlə göstərsin. Hı -hı. Hı -hı. Baxın, gətirdi 30%, 30%, 100% ENA. Niyə ENA verdi? Niyə ENA verir? Niyə gətirmir məlumatlar? Çünki mən sabitləmədim. Bayaq dediyim kimi cədvəli. Sabitləməyəndə nə olur? Baxın, mən birinci hissədə dayananda qırmızı xəttləri görürsünüz yəqin ki. Bu qırmızı xəttlər mənim bu ərazimin harda olduğunu göstərir. Gəlirəm üçüncüyə, indi gəlirəm bu hissəyə. Baxın, artıq qırmızı xətt, yəni cədvəlim sürüşüb aşağı. Və bu mən aşağı getdikcə fikir verin cədvəl hara gəlib düşüb və sürüşür aşağı. Ona görə sürüşməsin deyə bunu sabitləmək lazımdır əvvəlcədən ki, cədvəl bir yerində qal, bir yerdə qalsın orada. Bərkisin. Okay. Bərkitdim FNF4 vasitəsilə və artıq baxın gəlirəm 100%-in üzərində dayanıram. Görürsüz cədvəlimiz yerindədir, sürüşməyib. Gəlirəm burada dayanıram. Cədvəlimiz yerindədir, sürüşməyib. Yəni eyni yerdə qalır. Ona görə sabitləmək mütləqdir aşağı sürüşdürəndə məlumatı. Aşağı, sağa, sola fərqi yoxdur. Ümumiyyətlə məlumatı tərpədiriksə sabitləməyimiz mütləqdir. Eyni qaydada HLOOKUP-dır. HLOOKUP sadəcə onun horizontal formasını təmin edir. Mənim lookup value axtardığım ID-yə görə maaşları gətirməliyəm. ID-mi seçirəm. ID-yə görə axtaracağım, çünki ikisində də ortaq sütunum ID-dir. Harda? Baxın burada. Bunu axtardım. Amma burada bərkitməyəcəm, çünki sürüşdürmə olmayacaq, bir dənə hissədə göstərəcək. Row index number neçənci sətirdə, o birisində column index number idi, neçənci sütunda olan məlumatları gətirim. Burada isə deyir ki, neçənci sətirdə olan məlumatları gətirim. Sətirdə neçəncidir? 1, 2, 3-cü sətirdədir. Lookup value hardadırsa, sətrimdə oradan başlayır sayılmağa. Və dəqiqdir, bəli, burada artıq dəqiqdir. Çünki konkret olaraq ID var və ID-yə uyğun maaş var. ID var, ID-yə uyğun maaş var. Yazıram. İndi mən buradan gəlib istənilən bir məsəl üçün bunu 14624-ü əlavə edirəm. Baxın 1544 manat maaşını gətirir işçinin. Yəni burada hər dəfə ID-lər dəyişdikcə aşağıda onlara uyğun onun maaşını gətirəcək. XLOOKUP bunlarla nə ilə fərqlənir? Bir dənə onu da izah edeyim. VLOOKUP-la bağlayaq. XLOOKUP bundan ona fərqlənir ki, mən satışın miqdarına görə bonusları sayırdım. Amma mən satışın miqdarına görə maaşı gətirə bilmərəm. Belə bir şey yoxdur ki, satışın miqdarına görə maaşı gətirim. Amma ki, sadəcə bunun nümunə onun üçün biraz uyğun deyil. Gəlin onu burada göstərəm. XLOOKUP. XLOOKUP-da yenə lookup value-dir. Məsələn, mən deyirəm ki, ID-yə görə maaşı gətirə bilirəm. Amma maaşa görə ID-ni gətirə bilmirəm. Nəyə görə gətirə bilmirəm? Çünki mən yuxarıdan aşağı axtarıram. Məsələn, buna görə bunu axtara bilərəm, buna görə bunu axtara bilərəm, amma buna görə bunu axtara bilmərəm VLOOKUP-da, HLOOKUP-da. Buna görə bunu axtara bilmərəm. Yəni özündən əvvəlki məlumatı axtara bilmərəm. Onda XLOOKUP-dan istifadə edirik. Mən burada nə edəcəm? Sadəcə gəlin bir dənə deyim ki, ad soyada görə, baxın, burada təzəsini düzəldim. Ad soyada görə ID-ni tapmaq lazımdır mənə. Gəlirəm yazıram. XLOOKUP, lookup value ad soyadımdır. Lookup array. Baxın, lookup array burada nədir? Deyir ki, bu məlumat hardadır? Ad soyadlar. Mən deyirəm ki, buradadır. Tamam, bunu göstərirəm ki, mənim lookup arrayim buradadır. Return arrayim, yəni hardan məlumat qaytarsın? Onda da deyirəm ki, artıq buradan qaytarsın. Yəni bu məlumatın yerləşdiyi yer haradır onu göstərirəm. Yəni ad soyadın yerləşdiyi yer ad soyadı olan sətirdir. Məlumatı qaytarmaq istədiyin hissə, yəni hansı hissədə məlumatı qaytarmaq istəyirsən, onu da ID-ni göstərirəm ki, ID sətirdən qaytar məlumatları. Sonra if not found, əgər tapılmasa nəsə istəyirsə, əlavə eləyin, istəmirsinizsə bir dənə vergül qoyun, keçin oranı. Sonra deyir məlumatı dəqiq gətirsin, yoxsa təqribi yenə 0 seçirəm, dəqiq məlumat. Baxın, Quliyev Üzeyir Rafet oğlum 14624-dür. Gəlirəm Məmmədova Aynurə yazıram.
onun ID-sini gətirir və bu formada davam edir. Amma bunu nə VLOOKUP-la, nə də ki HLOOKUP-la eləmək mümkün deyil. Çünki biz məlumatın özündən öncə olan bir məlumatı gətirməyə çalışırıq. Yəni bunun üçün də biz XLOOKUP-dan istifadə edirik. Gəlin davam edeyim. Peki. Bayaq dediyim bir məsələdir. Mən bayaq günləri əlavə eləmişdim, amma hal-hazırda mən sizə göstərəcəm ki, necə gün, ay, il, necə əlavə eləyə bilərsiniz onları tarixlərin üzərinə, onda necə istifadə eləyəcəksiniz. Bundan ən çox normalda HR-lar istifadə edir. Əgər aranızda HR varsa kimsə, yəni bundan istifadə edə bilərsiniz. Ümumiyyətlə mühasiblərdə də istifadə olunur. Yəni bir neçə ay sonrakı tarixi gətirmək istəyirsinizsə, onda bundan istifadə edə bilərsiniz. Date seçirsiniz. Baxın, date. Burada deyir ki, date'in içərisində year, month, day. Yəni burada həm əllə yaza bilərik biz tarixi, amma bizə burada əllə yazmaq bir şey vermir. Bizə lazımdır ki, bu sığortalama tarixindən 2 il, 1 il, 10 il, 9 il sonraki tarixləri göstərsin bizə. Sonra da desin ki, həmin tarixlər həftənin neçənci gününə düşür. Bunu artıq biraz fərqli göstərəcəm weekday ilə yox. Deməli mənə lazımdır ki, ancaq illər gəlsin. Ona görə birinci year funksiyasını yazıram. Year illəri göstərən funksiyadır. Deyirəm ki, baxın il bağladım. Bura başqa heç nə yazmaq olmur. Sonra bunun üstünə gəlirəm bunu. Bitmə tarixlərini. Artıq bu dinamik olacaq. Mən aşağı çəkdikcə 2, 5, 9, 10 illər hamısı bir-bir üstünə gələcək. Sonra months. Monthsdan heç bir dəyişiklik etməyəcəyimizə görə sadəcə monthsın özünü yazıb bağlayırıq və day günü gətirən funksiyadır. Yenə də bunun içərisində bir dənə tarixi seçirəm və bağlayıram. Artıq burada bu tarixdən 2 il sonrakini göstərir, düzdür? Deyək ki, baxın. Nəsə, 9, hə, 21-ci il və 23-cü ilə gəldi. İndi aşağı çəkirəm. 21-ci il 22 oldu. 21-dən 31-ci 10 il üstünə gəldi. Artıq bizdə bitmə tarixlərini göstərir. İndi isə mən sizə göstərəcəm ki, necə həftənin gününü biz weekday ilə yox, fərqli formada yazaq. Bunun üçün text formulası var. Text formulasında dəyəri seçirik. Ondan sonra biz onu gün, ay, il olaraq necə görsənməsini istəyiriksə onu təqdim edirik. Mənə lazımdır ki, həftənin günü görsənsin. Əgər D, 4 dəfə D elə bil ki, D sözündən mənə gələn D hərfini 4 dəfə yazsaq, mənə həftənin günlərini baxın bu formada verəcək. Əgər yox, mənə buradan DD yox, ayları lazımdırsa 4 dəfə yaz. 4 dəfə yazanda tam göstərir. 2 dəfə yazanda 2 hərfini ya 2 rəqəmini göstərir. 3 dəfə yazanda gəlin onu indi canlı göstərəcəm sizə. Burada MM yazdım, ancaq ayları göstərir. Və əgər bunlardan gəlib YY yazsam, fərqi yoxdur Y-nin 3 dəfə ya 4 dəfə, onda neyir? Ancaq illərini göstərir bizə. Yəni tekstin yanında nə yazsaq onu da göstərəcək. Əgər mən burada DD-ni, fikir verin, 2 dəfə yazsam, nə olur? 09. Ancaq tarixin 09-unun gününü göstərir. 3 dəfə yazsam THU, yəni ki, həmin günün ilk 3 hərfini gətirəcək və 4 dəfə yazanda hamısını tam gətirir. Ayları da elə eləyir, illəri amma elə eləmir, ancaq rəqəmlə göstərir. Orada yazı yoxdur. Ona görə mən burada normalda 4 dənə qoyuram ki, tam olaraq adı görsənsin bizim. Həftəmizin günü göstərsin ki, hansı həftənin gününə düşür bu. Daha sonra pivota qayıdacağam ən axırda. 2 dənəsi qalıb. Deməli, burada nədir? Burada bizim data validation-dan istifadə edirik. Data validation nədir? Data validation xanalara məhdudiyyət tətbiq etməkdir. Əminəm ki, Excel-dən istifadə edən varsa, gündəlik istifadə edən mütləq ki, data validation-dan rastlaşıb. Hardasa error çıxmağı, məhdudiyyət qoymağı, bura mənfi yazmaq olsun, bura yazmaq olmasın. Errorda hər hansı bir məlumat çıxsın, hansı ki, mən onu yazmışam ora ki, error verəndə bu məlumatı gətir artıq. Burada da onu istəyir. Deyir ki, elə bir məhdudiyyət tətbiq eləyin ki, bura mənfi ədəd yazmaq mümkün olmasın. Mənfi ədəd yazmaq mümkün olanda, yəni kimsə mənfi ədəd yazmaq istəyəndə bu error çıxsın. Normalda bizim errorlarımız Excel-in verdiyi error olur da, yəni not found, nə bilim, nəsə belə bir yazılar gəlir böyük-böyük və onu hamımız təbii ki, anlamırıq ki, nəyə görə çıxır bu. Ona görə əvvəlcədən biz hər hansı bir məhdudiyyət tətbiq eləmişiksə, onun mesajını da özümüz əlavə edə bilərik. Data validation data menüsündə yerləşir. Data. Bəzilərində bu hissə bütövdür. Məndə məsəl üçün belədir. Bəzi versiyalarda belə balaca-balaca göstərir həmin menunu. Bura daxil olursunuz. Data validation hissəsinə. Data validation hissəsində any value yazılıb. Baxın burada. Whole number tam ədədlərdir. Bu kəsr ədədlərdir. Bu listdir. Hər hansı bir siyahı. Siyahı nə deməkdir? Siyahı bayaq gördünüz orada iPhone falan əlavə olunmuşdu.
Odur. Baxın, siyahı yaradıram. Bir dənə bunu göstərim sizə, sonra birisine keçim. Baxın, belə bir siyahı yaratdım. Okey. Yəni bu hissəyə indi mən bu siyahıdan başqa heç bir ad yaza bilmərəm. Bu data validation olur. Mən gəlim bura Azər yazım. Baxın görün yaza bilirəm. Yox. Və bu eroru deyirəm. Bu eroru biz özümüz artıq təyin edirik ki, nə çıxsın orada, hansı error çıxsın. Burada ancaq bu siyahıda olan bu list üzərindən data validation yaratmaqdır. Amma mən bu xanalara başqa bir validation verməliyəm. Deməli ki, mənfi ədəd yazmaq mümkün olmasın. Dediyim kimi bu istənilən dəyəri yazmaq mümkün olsun. Bu ancaq tam ədədlər, bu kəsr ədədlər, bu list, bu data aid, yəni tarixə aid məhdudiyyət verməkdir. Bu saata aid, bu isə mətnin uzunluğuna görə. Mən whole number seçirəm və deyirəm ki, between, not between, yəni aralıqda çoxdur, böyükdür, bərabərdir, bunları seçməliyəm. Mənfi hansı halda olur? Sıfırdan azdırsa, onda artıq mənfidir də, düzdür. Ona görə mən deyirəm ki, less than. Yox, yazmaq mümkün olsun. Onu qoyacağam. Ona görə də greater than or equal to deyirəm. Yəni əgər sıfıra bərabərdir və yaxud ondan çoxdursa, yazmaq mümkün olsun. Əks halda, yəni yazmaq mümkün olmasın. Bu o deməkdir ki, artıq mən ora yaza bilməyəcəm mənfiləri. Bu mətni də kopyaladım, atdım bura. Error alert hissəsində 3 dənə error növümüz var. Stop, warning, information. Stop ümumiyyətlə məhdudlaşdırır. Warning və information isə sadəcə məlumat xarakterlidir. Onu yazırıq, çıxır error, amma OK basıb davam edə bilirik. Stop isə bir dəfəlik məhdudiyyət qoyur. OK. İndi gəlirəm bura, -5 yazıram, baxın. Zəhmət olmasa müsbət ədəd daxil edin xanaya. Gəlirəm, müsbət ədəd yazıram, düşür. Mənfi ilə 15. Ya istənilən nə yazırsınız yazın, retry, retry bir də eləyin. Necə eləyirsə eləyin də fərqi yoxdur. Və bunu hətta formula ilə də yazsaz, məsəl üçün belə deyim, e, bərabərdir 8 çıx 9. Onda mənfi olur da cavab. Baxın, mənfi cavab. Ümumiyyətlə mənfi heç bir rəqəmi qəbul eləmir və erroru da mənim təyin etdiyim error çıxır. Bu bizim data validation'ımızdır. Çox tez-tez istifadə olunan bir funksiyalarından da Excel-in. Yəni bunu bilməyiniz həqiqətən işinizdə sizə belə deyim, xeyir verər də, yəni işinizi daha asanlaşdırır. Çünki bəzən olur ki, siyahı lazım olur, bu siyahıdan kənar heç nə daxil eləməmək lazım olur. Error çıxanda kiməsə bilsin ki, nəyə görədir bu error və s. Biz istənilən məhdudiyyəti buradan tətbiq edə bilirik. Və mən keçirəm ən son mövzuya. Ən son mövzu bizdə pivot table-lardandır. Pivot table bizim keçəcəyimiz, belə deyim, orada bizdə hal-hazırda linkdə paylaşırlar kursdan. Əgər təlimə qeydiyyatdan keçmək istəyənlər varsa, oradakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz. Yanvar ayı üçün planlaşdırılır təlim. Ümumiyyətlə təlim zamanı biz bütün formulaları keçirik. Daha sonra ən sonda isə gəlirik, artıq pivot table və chartları keçirir, dashboardlar qururuq, onunla da bitiririk. Çünki pivot table nədir? Pivot table hər şeyi biləndən sonra ən axırda onları daha asan bir yolla gətirməyin üsuludur. Düz elələri var ki, ümumiyyətlə formulaları bilmir, amma pivotdan istifadə edir. Amma bu hardasa ilişir işləyəndə. Çünki onun kökü, bunun kökü olur da bir yerdə. Onun arxa fonunda o tabliça ilə işləmə, yəni mən bu tabliça ilə düzgün işləməliyəm ki, mənim pivot table-um da düzgün qurulsun. Onun üçün nə edirik? Pivot cədvəlini qurmağın yolu nədir? Harada istəyirsiniz dayanın, istəyirsiniz Ctrl-A-la bütün cədvəli seçin. Cədvəlin üzərində dayanıram, Insert menyusundan Pivot Table açacağam. Burada məndən nə istəyir? Departamentlərin əmək haqqılarını Column Pivot Chart vasitəsilə vizuallaşdırın. Chart filtr tətbiq edərək yalnız aşağıdakı departamentlərin, qrafiklərin görünməsini təmin edin. Risklər, layihələr, bir də insan resursları. Deməli, mən birinci nə etməliyəm? Pivot chart qurmaq üçün pivot table qurmalıyam. Daha sonra onun üzərinə pivot chart qurmalıyam. Gəlirəm bura, pivot table seçirəm. Deyir, yeni səhifədə yaradım, yoxsa olduğum səhifədə. Deyirəm, yeni səhifədə yarad. OK, keçir. Bizə nə lazım idi? Maaşları lazım idi, bir də departamentləri lazım idi, düzdür? Bu hara düzək məlumatlar ona göstərir. Sətirlərə, sütunlara düzək, yoxsa dəyərlər hamısı bura gəlir. Burada isə filtrə nəsə əlavə eləmək istəyiriksə odur. Mən departamentləri gəlib əlavə eləyəcəm roles-a. Baxın, burada departamentlər artıq düzüldü. İndi gəlirəm maaşı, atıram value-sə. Dəyər deyiriksə, rəqəm deyiriksə, onlar hamısı olmalıdır value-da. İstər sum'ı, count'u, average'i fərqi yoxdur. Baxın, buradan daxil olub seçə bilirik biz buradan. Count, average, max. Amma rəqəm, say, sayını, cəmini və s. gətir deyirsə, mütləq onu biz value-ya atmalıyıq. Artıq mən onu seçdim. Gətirdi departamentləri və nə qədər maaş alırlar, onları ümumi olaraq gətirdi. İndi mənə deyir ki, oradan filtr elə.
İnsan resursları qalsın, layihələr qalsın, bir də risklərin idarə edilməsi qalsın. Filtr verdim, bu üç dənə məlumatı saxlayıram. Sonra üzərinə gəlirəm. Pivot Table Analyze menüsü açılıb burada görürsünüzsə. Pivot Table Analyze menüsünün pivot chartı seçirəm. Pivot chartın burada da yolu var. Insertdə baxın, buradan da var. Amma bunlar pivot table olmasa da işləyən chartlardır. Adi cədvəllərin də üzərində qurulur. Sırf pivot table analyze isə pivot table'ın içərisindən keçid eləmək olur. Əgər pivot table yoxdursa bu menyular açılmır. Bu gördüyünüz menyular. Pivot chartı seçirəm. Chartların içərisində açanda birinci tövsiyə olunanları göstərir ki, kolum istifadə edə bilərsən, line-dan istifadə edə bilərsən, pay istifadə edə bilərsən və yaxud da ki, bardan istifadə edə bilərsən. Mən burada təbii ki, onun başqa-başqa növləri də var. Kolumdan istifadə edəcəm. Ən çox istifadə olunanlardan biri budur. Sadə formatını göstərirəm sizə və yaxud 3D ilə olmalıdır. Gəlin 3D ilə olanı seçək. OK. Belə bir dashboard yaratdım. Bunun üzərinə gələndə dizayn hissəsindən mən gəlib bunun hər hansı bir dizaynını da dəyişə bilirəm. Baxın, dizayn dəyişdim. Pivot table vasitəsilə insan resurslarının layihələrin idarə edilməsi, risklərin idarə edilməsindən belə bir chartımız yarandı. Burada da yazıram ki, məsəl üçün hesabat ki, chart title verirəm. Chart title'ı buradan redaksiya eləmək olur. Ya əlavə eləmək, ya da ki, götürmək. Ümumiyyətlə, buradan biz əlavə edirik. O bir də yazım, hesabat. Bunların artıq üzərində tək-tək də nədən işləyib, onların rəngini də dəyişə bilərsiniz. Baxın, dəyişirəm ümumiyyətlə. Buradan əlavə edirik. Data labels nədir? Data labels bu gördüyünüz ki, baxın, üstündə burada rəqəmlər var idi bayaq. Baxın, data labels'ı götürürəm, rəqəmlər itir. Data labels'ı əlavə edirəm, yəni dəyərləri göstərir. Layihələrin idarə edilməsidir. Burada onun filtrlarıdır, bizim dashboardda filtr hissəsidir. Sum of margin, təbii ki, biz bunu artıq gəlib buradan dəyişməliyik. Adətən hesabatları yığanda heç kim belə yığmır. Bu formada bu burada qalsın, bu burada qalsın. Biz bunu nə edirik? Biz bunu adətən bunun üstünə gətiririk belə. Ya da ki, ümumiyyətlə bunu köçürdürük, move chart edirik başqa bir dənə şitə, new şitə. Burada onun chartı görünür. Artıq hesabat qalır arxa fonda. Adətən belə cədvəllər bir dənə səhifədə olur. Onun üzərində də ya belə deyim, həmin cədvəl olur, onun üzərində chart olur, ya da ki, chartlar başqa bir vərəyə köçürdürük. Çartları başqa bir vərəyə köçürdürük, orada yığırıq. Hesabatlar isə başqa bir dənə şitdə köməkçi bir səhifə yaradırıq, orada olur. Bir də ki, buradan bilmək istədiyiniz bir şeyim var. Slicer. Slicer bizdə pivotun və yaxud da ki, ümumiyyətlə format table'ların filtr formasıdır. Mən buradan gəlsəm, məsələn, departamenti seçsəm, buradan indi 3 dənə seçilib, düzdür? Mən gəlsəm desəm ki, sətəmi ver. Baxın, ancaq sətəmi verir. Auditi seçirəm, ancaq auditi verir. Yəni, bu onun filtr formasıdır. Sırf pivot table'lara aid olan filtr formasıdır. Ümid edirəm ki, izah elədiklərim, düzdür, qısa vaxtda olsa da, izah elədiklərim faydalı oldu sizə. Zəhmət olmasa, keçək suallara, kimin nə sualı varsa, başlayaq yavaş-yavaş suallarımıza. Mən şeiri dayandıracağım. Bəli, təşəkkür edirəm. Kimin nə sualı varsa, əlini qaldırsan, səsinizi açacaq, sualınızı verərsiniz. Mən də sizə izah eləyəcəm buradan. Salam, axşamınız Salam. xeyir, Vüsal adısını danışım. Axşamınız xeyir Vüsal bəy, buyurun. Çox sağ olun əvvəla təlimə görə. Buyurun. Bir sualım var idi. Bu həftənin günlərinə bağlı iki forma göstərdiniz də. O günləri Azərbaycan dilində yazma olur. Yəni bizim bildiyimiz kimi də bazar ötəsi misal üçün bazar. Onu bilirsiniz hansı funksiya nə olur? Onun funksiyası var əslində. Prosta çox belə uzundur da. Yəni onu heç istifadə eləmək məsləhət deyil. Amma o avtomatik olaraq düşürmü? Bəli, düşür. Hansı halda? Əgər ingilis dilində yox, sizin Exceliniz Azərbaycan dilindədirsə. Bir formula var, switch formulası. Switch formulasında onlar dənə-dənə bir-bir əllə yazırıq. Birdirsə vergül, məsəl üçün bazar ertəsi, vergül, 2-də yanında yazırıq ki, onun çərşənbə axşamı və s. bu formada. Yəni bir-bir onu əllə göstərməliyik
həftənin günlərini. Amma Excelin özü sizdə içərisində Azərbaycan dili varsa Exceldə, onda bəli, Hə. siz onu Azərbaycan dilində də yaza bilirsiniz. Bütün dilin özün, Excelin özünü Azərbaycan qoymalıyam da, Bəli, düzdür, bəli. eləmi bu? Onu, bəli, sistem dili Azərbaycan dilində olanda Azərbaycan dilində gəlir. Məndə Onda ingilis bəs dilində avtomatik ingilis dilində göstərir. bəs formulalar nə dildə olacaq onda? Orada dəyişilər, rus Formula dilində, ingilis dilində olur. ingilis olur. Bəli, amma Okey. packingin yazılması var. Excelin biri var ki, içərisində istifadə edə biləcəyiniz dillər, sistem dili. Biri də var ki, ümumiyyətlə Excel sizin kompüterinizə yazılanda, o nə hansı dildə yazılıb? Məsələn, türk dilində yazılıbsa Excel və yaxud da rus dilində yazılıbsa, Azərbaycan dilində də var səhv eləmirəmsə, düzü mən qarşılaşmamışam Azərbaycan dili Excel istifadə edəndən. Amma ki, rus dilində, türk dilində olub və onun içərisində bütün interfeys həmin dildə olur və həmçinin formulalar da türkçə yazılır, formulalar rus dilində yazılır və içərisində bütün yazılar türk dilində və yaxud da ki, rus dilində gəlir. Bildim. Mən dedim bəlkə həftənin günləri, misal üçün o biri format sırası dəyişəndə oradakı dil seçirik və yaxud tarix qoyanda seçə bilirik. Bəlkə burada Yox, dedim elə bir təəssüf şey ki, var. return type-da elə Yoxdur. bir şey yoxdur, təəssüf ki. Yox, yox. Bir də ki, indeks match ancaq 365-dədir Excel versiyasında, Xeyr, yoxsa xeyr, mən tutar? hal-hazırda sizə 2021 Excel ilə izah Aha. eləyirdim dərsləri. Ha, yaxşı oldu. Haydi. Çox sağ olun. Efendim. Buyurun, siz sağ olun. Növbəti sualımıza var. Axşamınız xeyir. Axşamınız xeyir Zaur bəy, buyurun. Mənim sualım belədir ki, işçilərin əmək haqqı cədvəlindən iki Hı dənə -hı. ayrı şirkətdir. Bəli. Finkoda görə ödənilmiş məbləğdə ödəniləcək məbləğin fərqini tapaq. Aha. Yəni eyni sətirdə deyil, müxtəlif sətirlərdədir, yer dəyişirlikdir işçilərin adları. Və Finkoda görə axtarıb ödəniləcək məbləğlə ödənilmiş məbləğin fərqini tapa bilirikmi? Bəli, tapa bilərsiniz. Orada iki dənə üsuldan istifadə etmək lazım olacaq. Sırf birləşdirə bilsəz səhvləri daha yaxşı olar. Pivotla da eləyə bilərsiniz ona. Yanaşı məsələn finlər yazılır. Finlərə uyğun birinci ödənilmiş məbləğlər sırası gəlir. Onu təbii düzürsüz də siz özünüz rollara birində ödənilmişlər olur, birində ödəniləcəklər olur. Onları da bir-birindən çıxıb üst-üstə gəlirsiniz. İndi Amma mən normalda buyurun. nümunə olaraq ödəniləcək əmək haqqı dedim. Mən məsəl üçün orada tutulmaları da bir-birindən ayırmaq istəyirəm. Və tutulmuş məbləğ, tutulacaq məbləğ. Orada sütunlar sayı çox olur. Məsəl üçün 10 dənə, 15 dənə sütunlar olur ki, gəlir vergisi, nə bilim, DSMP falan falan bir neçə sütunlar olur. Bəli. Hamısını ayrı-ayrı şitlərdə ödənilmişdən ödəniləcəklərin fərqini çıxmaq istəyirəm. Onu X Hamısını ayrı-ayrı şitlərdə siz ümumiyyətlə o qədər məlumatı bir yox, dənə formula ilə yığa bilməzsiniz. iki şitdə sütunlar çoxdur, 10 dənə sütundur. Bəli. Onları XLOOKUP-dan istifadə edib bir-birindən çıxmaq olurmu? XLOOKUP sizə axtarıb qarşısına gətirəcək məlumatı. Yəni qarşısından da belə deyim, fin kodlara görə o gətirəcək nəyi? Bu VLOOKUP da gətirə bilər, XLOOKUP da gətirə bilər. O sizdə gətirəcək fin kodlara görə ödəniləcək məbləğləri, məsələn, bir dənə istinad eləyirsiniz də, düzdür? İkincidə Bəli. istifadə eləyirsiniz, bir də fin kodlara görə ödəniləcək məbləğ, ödənilmiş və ödəniləcək məbləğləri. Artıq ikincinə gətirirsiniz. Sonra da ikisinin arasında artıq formula yazırsınız ki, bərabərdir bu xanadan çıx digər xana aşağı çəkirsiniz. Bu formada gətirə bilərsiniz. Amma eyni vaxtda 10 dənə kolumda olanları bir dənə formula ilə gətirə bilməyəcəksiniz. Onu siz kompaktlaşdırmalısınız. Ya pivot table ilə eləməlisiniz, ya da ki dediyim kimi birinci bunu eləyib sonra digərinə keçə bilərsiniz. Məsələn, birinci ödəniləcəyi, sonra ödənilmişləri gətirirsiniz, arasındakı fərqi tapırsınız. Bunu da axtarış formulasını ya XLOOKUP ya da ki VLOOKUP-la. İndi baxır sizdə necə düzülüb də. Fin koda görə gətirirsinizsə, VLOOKUP-la yazırsınızsa birinci fin kodları olmalıdır, ondan sonra ödəniləcək məbləğ gəlməlidir. Amma yox, birinci ödəniləcək məbləğ, sonra fin kodlardırsa, onda XLOOKUP-dan istifadə edib gətirə bilərsiniz qarşısına məlumatları. Təşəkkür edirəm. Siz bir mütəxəssis olaraq daha sadə bir nə məsləhət görə bilərsiniz? Necə istifadə edə bilərəm onu? Siz onu, mən olsam sizin yerinizdə, məsələn, onu pivotla istifadə edərəm. Pivotla. Bəli. Hı. Pivot table-la çünki onu daha kompakt yapmaq mümkün olacaq və avtomatik olaraq orada filed calculation var. Toplama hissəsi var da, pivot table-ın özünün hesablama hissəsi var. Orada formula yazırıq ki, bunlarla bunu çıx, artıq o avtomatik olaraq düzülür qarşısına məlumatlar. Ən optimal yolu, yəni pivot table-da onu formula ilə də eləyə bilərsiniz, amma pivot table daha optimaldır. Aydındır. Cəhd eləyirəm. Çox sağ olun, təşəkkür Buyurun, edirəm. siz də sağ olun.
Növbəti sual alaq. Salam, axşamınız xeyir olsun. Axşamınız Öncelikle xeyir Əmir bəy. teşekkür ederim. Sual verim xanım. Bayaq qardaş sual verdi. Bu mən Excel-i biraz dəyişmişəm. Hı Həm hı. ingilis dilindədir, həm də bu həftənin günləri Azərbaycan dilində düzəltmişəm. Hı Bazar hı. ertəsi, çərşənbə axşamı. Bəli, bəli, Orada text funksiyası var. Siz bayaq vurğuladınız. bəli. Orada sadəcə olaraq yəni bir cədvəl hazırlamışam. Biraz elə bir sətr sayı 15.000-dir, sütun sayı da Hı hı. 400-ə qədərdir. Bəli. Layihələr çoxdur. Deməli orada bir məsələ var, adi bir kiçik bir məsələdir. Elə bil həftənin günlərində orfoqrafik səhv var da. Məsələn, o Excel-in səhv eləmirəmsə özündən asılıdır. Bazar ertəsi yerinə Hı hı. elə bil ki, bu nöqtə işarəsinə C yazır. Elə bir bazardan sonra C yazır. Məsələn, səhv gedir. Elə bir bazar ertəsi yazılmır, bazar çertəsi yazılır da. Hı İndi hı. mən onu düzəltmək üçün gəlib data validation-dan elə bil orada günləri təzədən yazmağa məcbur oluram. O Bəli. səhvi də bayaq siz dediniz, məsələn, settings-ə daxil oluruq. Orada edit data var. O yeri mən baxdım, tapa bilmədim more hissədə, optionsda. Edit custom listi nəzərdə tutursunuz yəqin ki. Bəli, Bəli, əvvəlcədən siz bir dənə siyahı yazırsınız, amma orada çox güman ki, sizdə birinci yazanda onu elə çığ ilə yazıblar ki, indi hər dəfə gəlir o düşür sizə. bəli, Siz onun bəli, üçün daxil olun, yenə fayla, bəli, bəli. file, options, Bəli, o menüdayam mən. bəli, advanced. Advanced-dən Bəli. giriniz ən aşağı düşün, orada edit custom listi. Ən aşağıda. İstəyirsiniz paylaşım bir də göstərim mən ekranda sizə. Zəhmət olmasa məndə başqa şey yazılır. Let's Nə yazılır complete sizdə? setting Ola bilər for başqa yazılır. versiyadır. Başqa versiyada biraz fərqli ola bilər adı. Məndə 2024-dür. Aha. Lotus Compatibility Settings for belə bir şey yazılır. Yəni ki, o da bağlıdır da, yəni ki, disline-dir. Gəlin belə eləyək. Mən indi onu görməmiş, mən deyə bilməyəcəm sizə dəqiq. Siz webinar bitəndən sonra həmin hissənin şəklini çəkərsiniz, Bəli, bəli. göndərərsiniz, zəhmət olmasa baxıb mən sizə deyim o həmin menyuda adı nədir onun. Ola bilər adını fərqli göstərir sizə. Amma Olar, mən yeri qrupa oradır. atım, yoxsa onu hara göndərmək mümkündür? Ya e-mail varsa elə göndərim, fərqi yox. Bir dəqiqə. Günel xanım hara göndərə bilər şəkli bizə zəhmət olmasa yəni dəstək olardı. Bir mail və yaxud da ki nömrəyə bir dənə şəkli göndərərdi Ramil bəy, mən onu daha sonra cavablandırardım. Salam, axşamınız xeyir olsun. Rahim bəy, siz elə mənə göndərə bilərsiniz. Qrupda olan yəni mesajları göndərən mənim nömrəmdir. Oradan göndərərsiniz, mən Elza xanıma yönləndirərəm. Oldu, hər birinizə təşəkkür edirəm, çox sağ olun. Buyurun, buyurun Ramil bəy. Sualı olan var yenə? Özü əl qaldıran yoxdur. Əgər heç kimin sualı yoxdursa, webinarımızı yekunlaşdıraq. Təşəkkür edirəm hər birinizə iştirak üçün. Yenidən deyirəm, əgər qeydiyyatdan keçmək istəsəz, gələnlər başlayacaq qrupumuza linkə daxil olaraq oradan qeydiyyatdan keçə bilərsiniz. Çox sağ olun hər biriniz.